Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Kanalıma xoş gəlmisiniz. Şaftal mövsümündə şaftalı kompotunu necə hazırlanır? Gəlin sizinlə birlikdə hazırlayaq. Şaftalları tərtəmiz yudum. Öncədən balonları tərtəmiz yudum, qaynar suda sterinləyib saxladım. Şaftalları yuduqdan sonra üz qabını nazik hamısını soyub balonlara yerləşdirdim. Bunu da qeyd edim, nə qədər təmiz yuyulsa da şaftalının üzərində az da olsa öz tükündən qalır. O da içəndə istər-istəməz boğazda qıcıqlanma verir. Onun üçün də mən bu cür hamısını soydum, özəklərini bıçaq vasitəsilə çıxardıb balonlara yerləşdirdim hamısını. O sizin zövqünüzə bağlı. Balonlara neçə ədəd yerləşdirsəniz, o sizin zövqünüzdən asılıdır. Tam qutarıb balonlara yerləşdirəndən sonra 350 qram mən şəkər tozu əlavə etdim. Yəni 1 stəkan dolu, 1 stəkan da yarısı şəkər tozu əlavə etdim. Kənarda qaynatdığım suları balonların üzərinə tökdüm. Bunu da qeyd edim ki, ocağın üzərində bir qazan qoydum. Qazanın içərisində də suyu qoydum, qaynatdım. Sonra onun içərisinə bir dənə mətbəx dəsmalı sərdim ki, balonlar qaynayanda bir-birlərinə dəyməsin. 15 dəqiqədə ocağın üzərində qaynatdım. Artıq balonlarımız hazır oldu. Ağzına bağladım. Allah hər kəsin ruzisini bol eləsin. Hazırlayın, hər kəsə nuş olsun. Allah'a əmanət olun. Göz haqqınızı halal edin. Videomu sonuna qədər izlədiyiniz üçün təşəkkür edirəm.